uşaqlar üçün, balacalar üçün Nitq və Natiqlik klubu yaratmışıq. Biz bu klubda nələr eləyəcəyik və klubumuzun əsas təlimçisi Əli bəy Hüseynzadə bugün bununla bağlı sizə geniş məlumat verəcək. İstəyimiz nədir? Balalarımız gözəl danışsın. Çünki nitq uşaq vaxtından düzəlməlidir. Siz neçə vaxt uşaqlarla çalışırsınız? Nə müşahidə edirsiniz bizim övladlarımızda? Nədir çatışmayan? Valideynlər nəyi düz eləmirlər və nəyi eləməlidirlər? Uşaqlarla mən tək nitq üzrə yox, nəfəs texnikasından tutmuş, musiqi duyumuna qədər, aktyorluq bacarıqlarına qədər çalışıram. Çünki özünü ifadə edə bilmək üçün bir şəxs emosiyalarını ifadə etməyi bacarmalıdır. Fikrini ifadə etmək üçün valideyn ona bir mühit yaratmalıdır. O mühiti necə olmalıdır? Uşaq bir hadisəni danışdığı zaman tam rahat, səlist, danışana qədər ona icazə verməlidir. Çalışmalıdır, ondan çəkməlidir cümlələri bir-bir ki, de. Necə oldu? Filan şey necə oldu? Okey. Bu pis oldu, bu yaxşı oldu deyə əlavə etmək lazım deyil. Onun çəksin əziyyəti. İlişəcək. Uşaqlara yeni bir dərs keçirdim. Bir səhnədir. Tapşırıq vermişəm. Etüd işləyirlər. Etüd səssiz, xəyali əşyalarla hərəkətdir. Misal üçün, burada stakan əlimdə var. Amma mən bunu forma edirəm ki, burada stakan yoxdur, amma mən bunu götürüb içirəm. Buna dedik etüd. Danışmadan xəyali əşyalarla səhnə. Uşaqlar başlayırlar futbol oynamağa. 3 nəfər. Deyirəm ki, yaxşı, Əkbər topa elə vur ki, top uçsun. Geçsin də çölə, balkondan düşsün. Vurur və top uçur. Deyirəm, Vüsal, neynəyəcəksən burada? Necə bir reaksiya verərdin? Pis olacam. Əli bəy, pis olacam, Əli bəy. Bu uşağın 4 yaşı var. Pis ol, göstər mənə pisi. Bəd üz ifadəsi nədir? Ağlamaq nədir? Hamısını bir-bir sadəcə əvvəl söhbətini eləmişik. Ondan sonra göstər demişəm. Necə göstərəcəm? Onda da bir beyni ilişir, amma indi onlarda ilişmir. Avtomatikləşiblər. Bir dəfənə bağlayır, açır, ağlayır. Bağlayır, açır, gülür. Pantomim məntiqinə. İtalyan məktəbində Augusto Bol yöntəmidir ki, Augusto Bol yöntəmi müthiş bir təhsil sistemidir. Finlandiya məktəblərində, ABŞ məktəblərində belə drama səhnə dərsləri var. Müthiş bir şeydir. Yəni bu təhsildə bu qədər inkişaf eləmiş dövlətlər dünya təcrübəsindən götürülürsə, müthiş dərəcədə inkişaf edirlər, müthiş dərəcədə işləyirlər. Bunu deyir, uşağa vermək lazımdır.